Deməli, impulsun saxlanma qanununa aid belə bir sual. Bu cisim yuxarıya doğru gedirsə, biz deyirik ki, necə hərəkət edir? Yavaşdan hərəkət edir. Və 30 metr bölü saniyə sürətindən atılıbsa, deyir ki, 2 saniyədən sonra partlama baş verir. T bərabər 2 saniyədən sonra. 2 saniyədən sonra bunun sürəti nə qədər olacaq? 30-dan gedirsə, 2 saniyədən sonra nə qədər azalacaq? 20 azalacaq, 10 qalacaq, düzdür? Deməli, 2 saniyədən sonra bunun sürəti olacaq 10 metr bölü saniyə. Bu zaman biz bunun impulsunu yazsaq, yəni partlamağa başlayan anda impulsunu yazsaq, impulsun düsturu nə idi? P bərabər mv. M nə qədər idi? 4M. 4M kütləli cisimdir. Və sürəti də V ilə 10'dur. Oldu 40M. 40M qədər bunun nəyi oldu? Impuls oldu. Düzdür? İndi partlamaya başlayanda biri sağa, biri sola gedirsə, biz ədəd oxu çəksək, o iki oxunu çəksək. Deməli, bu cismin impulsu müsbət, bu cismin impulsu mənfi. İmpulsun saxlanma qanununda nə demişdi? Cisimlər sisteminin impulslarının cəbri cəmi sabit qalır. Yəni, sabitdə nə olur? 40M-ə bərabər olur. Yəni, partlamaya başlayanda onun impulsu nə qədər idisə, parçalanandan sonra hissələrin də impulslarının cəmi o qədər olacaq. İndi bunun birincinin impulsu oldu 2MV. Üstə gəl, ikincinin impulsu oldu mənfi 2MV. Çünki ədəd oxunun əksi nədir? Üçüncünün də impulsu oldu MV3 yazar da buna, düzdür? Bərabərdir nəyə? 40M. Buradan bunlar islah oldu. Deməli, MV3 bərabər oldu 40M. M'lər də ixtisar gedir. V3 bərabər 40. Deməli, bu cisim nə qədər sürətlə gedəcək? 40 metr bölü saniyə sürətlə. Və təbii ki, bu zamanda yuxarıya doğru istiqamət alacaq. Çünki sağa sola getsəydi, müsbət mənfidən biz toplamış olardıq. Amma bu cisim, üçüncü cisim yuxarıya doğru neyəcək? Hərəkət etmiş olacaq. Aydındır.